propil spirti ilə izopropil spirtinin müqayisəsinə baxaq. Propil və izopropil radikallarının hər ikisinin ümumi formulu CH7-dir. Sadəcə propil dedikdə biz karbonları açıq şəkildə, ancaq izopropil dedikdə isə izo şəklində qeyd edirsiniz. Yəni şaxəli quruluşda. Propil spirtində OH birinci karbona birləşir. Ona görə propil spirti birli spirt deməkdir. Ancaq izopropil spirtində OH qrupu izo quruluşlu karbona, yəni ortadakı ikinci karbona birləşir və ikili spirt adlanır. İkili spirt adlanır. Ona görə biz deməli propil spirti deyəndə birli spirt, yəni beynəlxalq adı propanol 1 olur. Ancaq izopropil spirti dedikdə ikili spirtdir. Bu da propanol 2 adlanır. İndi bunların oksidləşmə məhsullarına baxaq. Yadınızda qalsın. Propil spirtinin oksidləşməsindən, baxın, birli spirtdirsə aldehid, onda yazaq propil, deməli, spirtinin oksidləşməsindən aldehid. Ən çox səhvi burada eləyirsiniz. Ancaq izopropil spirtinin oksidləşməsindən isə keton alınır. Deməli, propil və izopropil spirtlərinin müqayisəsi artıq bildiniz. Propil spirti dedikdə birli spirt, beynəlxalq adı, beynəlxalq nomenklaturada adı, deməli, propanol 1. Ancaq izopropil spirti dedikdə propanol 2. Propil spirtin oksidləşməsindən aldehid, ancaq izopropil spirtin